Yadıma düşür, kamera ilə işlədiyim ilk vaxtlar, hətta məni bir dəfə səhnəyə belə itələmişdilər ki, get danış, mən hələ bilmirdim nə danışacağım. Bəli, belə bir hallar bir çoxunda ola bilər. Yəni, eksprompt şəkildə mikrofon sizə uzadılır ki, gəl danış. Və sizin ürəyiniz əsir, gözləriniz qaralır, mədəniz bulanır. Bu halları yəqin ki, hiss etmişsiniz. Ümumiyyətlə, elə insanlar var ki, diqqət mərkəzində olanda özlərini çox narahat hiss edirlər. Hətta nə cür mütəxəssis olmalarına baxmayaraq, bildiklərini belə unudub danışa bilmirlər. Bunun adı sosial fobiyadır. Əgər siz də sosial fobiyadan əziyyət çəkirsinizsə, sizin üçün xoş bir xəbərimiz var. Cəmi 5 konsultasiyaya siz bu psixoloji bariyeri aşa bilərsiniz. Mənim adım Samira Rəhimova və mən özüm də uzun illər televiziya sahəsində çalışmışdım. Yəni 17 illik televiziyadakı fəaliyyətimdən sonra mən 10 ildə artıq psixologiya sahəsində çalışıram. İndi artıq başa düşürəm ki, insanların bir çox qorxuları, hər hansı bir addım atmazdan əvvəl çoxlu sayda narahatlıqları, qeyri-müəyyənlikləri onların öz psixoloji bariyerləridir. Sosial fobiya kimi narahatlığınız varsa, sizə dəstək olmağa hazıram. Hətta mənim həmkarlarım, mütəxəssislər, psixoloqlar var ki, onlar da kamera qarşısında rahat, sərbəst çıxış etmək üçün bizim kurslardan keçiblər. Maraqlıdırsa yazın, daha ətraflı danışarıq.